Türkçü mahallesi var idi. Göz nefs şeymiş ha. Allah düz değil, ben düğün çolpalarımı gösterdim beçe. Kırıldı hamısı. 10 tanesi birden gitti. Havadan diyorum. Göz nefs var. Ben acıq vermək için göstərmirəm. Səmimiyyətdən göstərirəm ki, baxın, izləyəcək günü güzeldir. Satış evlerinde adam olur ki böyle bəxtəvərçilik yazarlar. Gördüm. Adam korkuyor da TikTok'ta kimse yakınlık eləyəsən. Allah haqqdır. Adam korkur. Hadi taban.
Allah elə bir üstümdən kama vagon keçirir. Qorumaq, elə halsız. Beyəcə ventilyator, konserləri vurmamışam, ventilyator qoyub yatmışam. Elə bilirəm, hər yanım ağılır, başım gəlmir, uzanmaq istəyirəm. Ya Allah haqqı. Nə daha üstündə nə yaman ağırlıq var. Hiç nəyə həvəsim yoxdur. Kapasam Allah haqqı. Bilinmeyen numara. Kim qalsın? Bəli. Salam. Ağırlıq var üstündə, evində sirkəli su ilə çim. Yeni gedəm alam. Üzüm sirkəsi zad olsa olar. Hə, mənim yaman ağırlıq var. Deyir, sizə axrana lazımdır. Mədə əməliyyatına yazdım. Həkim çəkimi, boyumu, zadımı hamısını ölçdü. 6000 istəyir, deyir 78 kilo olasın. Soruşdu neçə kilosan, dedim 135. Dedi ki, 3 ay bizim dediyimizdən oturassan, 78 kilo mədə əməliyyatı. O da qurtdum. Dedim nə bax, 6000 nə daha az? 6000. 1000 manatı demireyim. Yox, arıqlamaq istəyəm sağlamlığım üçün. Arıqlasam təzyiqim gedəcək. Arıqlasam qaraciyarımın piyi gedəcək. Yox, çox belə halsız. Nə ayağımı qaldırıb coramı giyinə bilirəm. Yox, köhlük yayda da çox pis halsız olursan, təzyiq yaranır. Köhlük bir xəstəlikdir. Mən də bilirsiniz ki, diyeta saxlayan dönəm. Həddini bil. Mən də bilirsiniz ki, şey saxlayan deyiləm, diyeta saxlayan deyiləm, iradə söhbəti məndə qəti yoxdur. Ona görə. Evet, qorxuram, 6000 az deyil, həqiqətən alım. 6000 dedi. Qoy görə nə yazacaq, yazdım nə bahadır. Kartolatır. PKL zaman bana qaçarsan. Yox, demək ki, arıqlamaq istəyirəm. Birim zəng edir ki, papuş arıqlama, elətdirmə. Arıqlayasa sağ izləyən olmayacaq, sağ baxan olmayacaq. Ne namaz mən baxanı? Ne edirəm? Arzuma da 20.000, 15.000 insan baxırdı. Gördüm məhkəmədə 20 nəfər olardı, olmazdı. Yanımdan. Allah haqqı. Neyinə baxam, mənim canım sağlam olsun. Əslində yediyin konfetlər tərkid arıqlayacaqsan inan ki. O konfet nə var ki, ondan ayda bir dəfə yayda mən hər dəqiqə su içirəm. Çay içmirəm ha.
Arzu'nun padrugası, o hiç onu hamı bilir, padrugası yıxdı. Onu hamı qəşəng bilir. Dünyanın canlısına baxıram, bir insan ona xoş söz yazmır. Hamı nələr yazır. Yazıq, o qədər pis olmuşam ki, özümə gələ bilmirəm. İnsanam əməyən, Allah hamd olsun. O qədər pis olmuşam ki, özümə hər də gələ bilmirəm, amma kayıtları qabama çıxır, istərsən TikTok-a verirsən də, mahnılar, kayıtları, uşaqları, atasının özü, atasının o halını gördüm. Allah qürəyə paramparça oldu, danışmaq istəmirəm o barədə. Düzdür, Arzu'dan mən çörək kəsməmişəm, yaxınlıq eləməmişəm. Amma bir insan kimi o qədər pis oluram ki, Allah'ım da o kadar pis oluram ki, mən də otururam da o rol arxasında, hər insanın başına gələ bilər. Allah bizləri elə insan dost kimi görünüb, elə insanlardan qorusun, o şər, böhtan, elə dostluqlardan qorusun, Quran haqq. Mən o qədər, mən Vəfa ilə nətər ağladıq. Yığdım ki, Vəfa orada hönkür ağlayır, mən də buradaydı ki, özümdə deyildim, yığdım padrugasın. Arzu'nun ən yaxın padrugası Almaniyadadır, bir dəfə bizə gələcəkdilər. O mənim daha çox istəyir padrugası. O da pisdir, inan ki, çox pis. O kadar ağlamışam uşaqlar, o kadar, bax, yalan deyirəmsə, bax, bunun içinə çörək qoşum. Bax, istatdım, indi deyir, çörək mənə qərim olsun, o kadar ağlamışam. O kadar ağlamışam. Çay siz ona göre kaynardım ağarım. Ama pis olur. Kim olmaz ki? Hara verirsen kaydıdır. Hara verirsen kaydı qaldı. İstər istəməz adam çox pis olur da, baxır. Çok neyse bakmayam. Ha, Leman o hiç. İndi durmuşam ben de. Sahabatçada bir şey yazacağım. İndi çay içirəm, prosto yine halsızam. Elə bir ki, Leman üstümdən bir dənə poyes keçir. Bax, elə halsız, başa düşürsən. Kimsə mən belə itələsə, yıxılaram. Halsız, elə bir gedim bir deyirlər sirkəli su ilə içim. Halsız, nətər deyərlər, belə meyil kimiyəm, bax. Bax, istəyəm bu çayımı içdimi, istəyəm gedim, bax, deyəmcəm bir dəqiqə acdım. O 1 gram halım yoxdur ki, mən ondan bir qüvvətim yoxdur ki, mən doğru gedim onları yemirəm. Havadandır. Havadan. Hava gah isti olur, gah soyuq olur, gah yağış yağır. Sizlərdə də elədir. Elə bilə bir dənə məndə də elə. Mən də eləyəm. Ne yedim ki aşağıda? 4 tane yumurta yedim lan. Bir balaca çörək parayım çörəklə. O da səhər yemeğimi. Yok, şekerim meyilli deyiləm. Sonra şekerim yoktu. Ona görə deyirəm, Leman o Arzu'nun evini yıktı o dostu. Ben hiç onun hakkında ne ömür boyu indiyene kimi mənim yadıma gəlir, onun hakkında bir söz deyəm. Ne bir şey. Onsuz da
canlısına da bir gedib girirəm. 2000-3000 insan var canlısı. Hamısı da söyüş yazır. Hamısı da nələr yazır. Bir dənə xoş söz yazan yoxdur. İndi əlini qoy vicdanına, otur. Bilirlər kimi deyirəm. Elə nifrət elədim ki ona. Qəşəng bilirsiniz kimdir? Neynirəm öz canının dağılmağını ki, orada bir dənə mənə xoş söz yazmayandan sonra neynirəm? Sən o 5 milyon adam olsun. 5 milyona yaxşı söz yazmıram, söyür. Neynirəm elə canlını? Biraz arxada çətin. Məni söylər, məni paxıl insanlar. Məni hamı sevmir. Bloka atdıqlarım, qayıtlarda qalda söyləməyən insan var. Kimsə, o mənə haqsız yerə söylürəm. O kimsə haqsızlıq edir, başa düşürsən. O hamı da olur o. Az 6.000 hara burada, sonra 6.000 gedin verilməyə də həkiminə. Əslində o məni əməliyyat edib, məni arıqlatsa, millət şok yaşayar və hamı oraya gedər. O reklam olunan şeylər istəmirəm. Canımı ona əmanət edirəm. Neyim az reklamı? Uşaqlar, diyeta ömür boyu. Mənim iradəm yoxdur. Dedim, biraz konserləri vurmayayım. Bu mən nə iyi bura? Sağ ol, sen ne dersin? Canlıdayım. Neydi ki? Kimin? Eşmane onunla. Ne danışacağım ki onu? Çok sağ ol, yaxşı. Geri deyir orada söz aparırlar. Deyirlər ki, gəl. Baboş səndən danışır. Nəylə danışırım? Ara kızıştıran izleyiciler. Söz aparıp söz getiren. Mən necə kişiyəm, hər nəyəmsə, çox da gözəl kişiyəm. Nə olub ki, elə də danışırsınız ki? Nə olub? Konserində durmuram. Hə, nə olub, elə də lağ eləyirsiniz ki?